3, 2, 1. Merhaba arkadaşlar. Bugünler yepyeni bir konseptle karşınızdayım. Evet. Bugün getdik Rusların salam mağarasına ve oradan fərqli şeyler aldık ve baxaq neler aldık. Orada bir de var. Birini yere koydum. Okay. Biri burada olur. Semetan aldık. Aha. Bir ildi semetan yemedik. Çünkü burada hiç yerde satılmır. Teze haberimiz oldu ki aslında buradaki Winmark marketlerinde satılır ama hiç almamışıq. Daha sonra 2 tane de mayonez aldık. Bizim yerli mayonezlerin tadını bilmeyi var ki tatmak olmur. Çünkü bizim yerlidir. Yine o biri yayın başka paketleri. Bu da ben puf adlandırdığım konfet. Bu Bəhruzun sevdiği şirniyyatıymış. Ben hiç vaxt yememişim bundan. Ama bugün yoxdur yiyəcəm. Bu da 90'ların sonları bir spagatından biz dışka tez eləyirdik. Qabanımız dış gəlib spagatı yiyəcək. Suxaylar almışıq. Bunlar hələ ikisidir. Diğer paketdə də bir 3-4 tane olmalıdır. Hər növündən aldı. Fərqli markalar. Öptü. Sarımsaqlı. Bu nədir? En sevdiğim Soğanlı. çok ve katırlıdır. Katırlıdır. Qatırlıdır. Aslında qatırlı olmaz yani Ay, bu mayonezli katırlı. olan yani. Araks. Burada Azərbaycanda kimi buzlu arakslar belə kimona falan satılmır. Hiç yeri yoktur ümumiyyətlə. Taylandda var idi ama Vietnamda görmüşdüm herhalde. O spagat masının ərbiyə. Daha sonra qışın məhsulu bulyonlar. Azərbaycandan gətirmişdik xeyran. Vaxtı getdiyənə xeyr almışdıq, satdıq. Ama yeni də aldıq. Şokolatlar aldık. En sevdiğim şokolatlar aldık. En sevdiğim şokolat Milka'dır. Bunun aslında tuklu ve Oreo növünü çok severim ama onlardan yok idi. Bu da geçerli. Ve aferin olsun. Bundan da aldım çünkü bir hediye yemedim. Və cənnət təzzi, bounty. Bizim komşumuz Palo yadına düşürdüm ama baktım bu videoya yadına gelecek kimden danışırım. Daha sonra belə bir şokolatlar aldıq. Təxminən 600 qramdır. 20 manatdan çox tutdu. Bizi bildiğimiz şokolat yoxdur burada. Əsasən jelibonlar, jeli kimi konfetlər, şinyaklar oldu. Müxtəlif meyvə jelləri. Bizi bildiğimiz şokolat yoxdur yəni. Bu mənim məhsulumdur. Şəkər çay içmə deyirəm, mən xoşbəxt adamam. Bunlar suxariklərdir yerində. Pomidorlu. Arkasında. Bu da pomidorludur. Bu pomidorlu. Bu malatlı. Daha sonra bu da fərqli növüdür. Mixay almışsınız. Sarımsaqlı. Mixay çayda berqaçırlı bergamotla mixay ətirli mixay. Onun yanında təbii ki, mən gedərəm. Bunu demək olar ki, 2 il olar yəni yeməmişəm. Azərbaycana axınca da getdiyimi də yeməmişdim. Mən belə marmalat şokolatını çox xoş girdim. Təxminən qiyməti 7-8 manat oldu. Belə makaron aldık. Makaronlu vermişik, tam dəqiq bilmirəm. Makarna, qızardılmış. Azərbaycanda onu biz alırıq. 5 kiloluk paketlərdə olurdu. Üstündə də belə qadın şəkli var idi, qucağında da uşaq kimi bir şey olmalı. Yadındadır, dar uzun belə paket idi. Sonra bu da yəni bu çundur salatı nədir? Markov. Hə, Kök. yekökü salatı üçün ədviyə. Bu da onun qonşusu. Bu, Bunun kalbasalı olan versiyası. pendirli olan versiyası. Şəkər məhsulları. Qabaqdan dediyim kimi qış gəlir. Amma evdə su pişirən yoxdur. Şişəli konfet də aldıq. Yox. Elə? Yox, əsas məsələ burada Əsas qaldı. məsələ Bunu sona saxlamışıq. Çünki 30 kilometr yol getməyimizin səbəbi bu məhsul. paketin içindəkilərdir. Nə var burada? Burada nə var? Kapçonlu balıq. Mağazada Bütün balıqları alıb gəlmişik. hava kapçonlu kaloslar bitmişti. Ona göre bütün kapçonlu balıqlar götürdük.
4-5 tane var idi. Hamısını aldı. Ve burada da diğer şeylerin əlavələr deyildi. Demək var ki, kapçonu Azərbaycanda Covid oyunu yeməmişəm. Yayda gedirəm dedim, yayda yedim. Tamam. İqra. Bu deməli, mən bibəri çox xoşlayıram. Biber, pomidor, kök və tərəvəzlərindir. Qarışıq. O da başqa tərəvəzlərin də var idi. Onun qiyməti təxminən 13 manat falandır. Təbii ki, kənddə hazırlanan çatmasa da yoxun alətliyi biləcək. Duvarı qaldı. Burada da kapanıyor. Sağ çubuğu yox, sol çubuğu. Twix miniləri. Sol tuttu. Sağ çubuğu. Hardal. Ben Tamam. sevmirəm. Mən seviyorum. Mən 2-3 dənə demək olar göndərmişəm onu dünyaya. Burada bu da baha da olmalı. 90 mindəki arası 6 manat. Təxminən 5-6 Daha manat. çok acı. 5-6 manat arasında olar. Burada rulet. Yine böyle bir şiniyat yoktu yani Vietnam'ın normal marketlerinde bu cür rulet satmak olmuş. Ama böyle Azerbaycan'da yemirik. Normalde bunun içinde ne kalır? İçində Neyse kalır. mülki. Deməli, Elə. sizcə bu qədər məhsula nə qədər pul vermiş ola bilərik? İnşallah videonun başında dememişsin. Mən sizə deməmişəm. 2 göy. 2 göy 200. 200-dən çox olar. 200 manatdan çox. Hansı 3 milyondan çox Vietnam pulundan Vietnam dong verdik. Bu da axırda 2 dənə beləncə Bu kadar şey aldık ve ondan sonra bize bunu hediyeler. hədiyyə elədilər. Şəkər də orada özünü yeyəcək. Yazdım, mən də yerə saxladım. Bu da mən İnşallah onu yeməyəcək. Mən sənin sizəm. Bu da bitirim tez bazar.